Adgözəlov Faiq Mehdioğlu 1 sentyabr 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olub. Ailədə 3 qardaşın kiçiyi idi. Nemətabad kəndi tam orta məktəbdə təhsil alıb. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətini Daşkəsən rayonunun təmas xəttində keçib. Hərbi xidmətdən təxris edildikdən sonra 2017-ci ildə yenidən müddətdən artıq hərbi xidmət qulluqçusu kimi orduya qayıdıb. Faiq bir neçə dəfə keçirilən ordu oyunlarının iştirakçısı olub. Beynəlxalq ordu yarışlarında isə ölkəmizi təmsil edib. Azərbaycan ordusunun əskəri olan Faiq Adgözəlov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı su qovuşan Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 10-da düşmən mövqeyinə hücum zamanı qəhrəmancasına şəhid olub. Yevlaxda torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Faiq Adgözəlov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Faiq Adgözəlov ölümündən sonra Suqovuşanın azad olunmasına görə medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin digər 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Faiq Adgözəlov ölümündən sonra igidliyə görə medalı ilə təltif edildi. Hələ bir pis həyatını işləməmişdik. Çox mülayim uşaq idi. Qonşu ilə, dostları arasında, hərbi xidmət yoldaşlarının arasında çox yaxşı hörməti var idi. Çox hörmətsiz uşaq idi, mülayim uşaq idi. Ailədə 3 uşaq olublar. Evin son beşiyi olub Faiq. Son beşiyi olduğuna görə çox hərköyün idi, amma çox sakit uşaq idi. Hamının sevimlisi olub. Uşaqlığı da dost tanışı, hamısının yanında hörməti, qohum-əqrəbə yanında. Özünə qapalı uşaq idi, çox sakit uşaq idi. Amma özünü də sevdirən uşaq idi. Bir insan kimi çox gözəl insan idi. Çox səmimi, tərbiyəli, qanadağlı bir uşaq idi. Hərbi xidmətə gələndə çox bir, necə deyim, o gənc bir hərbi qulluqçu olaraq mənə tabiçiliyimdə olub. Mən komandır olmuşam. Yəni, hərbi qulluqçu olaraq ideal bir hərbi qulluqçu idi. Hər bir mənada. İstər peşəni gözəl bir şəkildə mənimsəməyi, istər öz təhkim olmuş silahına gözəl bir şəkildə istifadə etməyi. Biz bir yerdə olduq, təlimlərə qatıldıq, döyüşdən qabaq. Dağda, orada bir yerdə olduq. Yəni, çox gözəl bir qardaş kimi, çox dəyərli bir insan kimi tanıdım. Çox hörmətli, şəxsiyyətçisində, şəxsiyyətin arasında çox hörmətli. Döyüşdən qabaq da elə idman tədbirlərində həmişə fərqlənən bir hərbiçi kimi olmuşdu. Bütün idman normativlərində, bütün qarşısına qoymuş tapşırıqları yüksək yerinə yetirmişdi. Qardaşım həm mülküdə, həm hərbidə qəşəng hörmət qazanmışdı, sadəliyinə, səmimiliyinə. Yəni, onun ən gözəl hobisi idman idi. İdman çox meyilli idi, işinə çox məsuliyyətli idi, çox səbirli, təmkinli bir uşaq idi, çox ürəkli idi. Qardaşım haqqında nə danışsam demək ki, azdır. Sifdə Daşkəsəndə əskərdə idi. Əskərdən gələndən sonra dedi ata istəyirəm gələm hərbi xidmətə. Çünki bizim valideyn, biz tərəfin hamısı hərbiçi olubdu. Atam 41-45 müharibə veteranı olubdu. Özüm 1-ci Qarabağ müharibəsi veteranıyam. O biri qardaşım Mikail Adgözəlov maxi olubdu o da. Bu gələndən sonra öz istəyinə dedi ata istəyirəm gedəm hərbi xidmətə. Dedim nətər məsuliyyətdir. O getdi hərbi xidmətə. Bu demək olar ki 4-cü il idi. Yaxşı fəaliyyətləri çoxdur. Yəni demək olar ki, biz neçə il bundan qabaq Qazaxstana yarışa getmişdik hərbi xidmət tərəfindən. Azərbaycanı
birinci yerə çıxartmışdı öz hərbi xidməti ilə. Fəaliyyətləri çox idi. Müharibənin biri eşitmişdik olacaq, amma özü heç nə demədi. Ayın sentyabrın 26-sı evə gəldi. 26-sı evə gəldi, bəlkə də o bizlə görüşməyə, dalaşmağa gəlmişdi, heç nə bildirmədi. Qardaşı gəlməmişdi, tək gəlmişdi. Gəldi, oturdu, danışdı, güldü. Durdu, getdi. Döyüş bizdə Ətkilməz istiqamətində, orada yaylaq postu vardı, o istiqamətdə başladı. Ağdağ istiqamətində, Ağdağ istiqamətində. Döyüş elə bil bizim üçün bir o qədər də demək olar heç kimdə qorxu yox idi. Döyüşə gedəndə hamı gülə-gülə, hamı sanki təlimdəyik, sanki düşmənin üzərinə getmirik biz. Təbii ki, çətin bir an idi. Bildiyiniz kimi ermənilər hücuma keçməyə hazırlaşıb, biz əks hücuma keçdik. Onlar, belə deyək də, aprel döyüşündə onlara bir nümunə olmuşdu. Onlar tək hücuma keçmək yox, onlar həm də müdafiəsini qoyurdular. Bilirdilər ki, hani biz arxaya çəkilmək, nə oldu olsun biz qarşıya irəli getməyə həmişə hazırıq. Yəni bizim üçün çox çətin idi. Həm relyef cəhətdən, həm düşmən səni gözləyir, sən onun üzərində hərəkət edirsən. Üstünlük bəli onlardadır, çox üstünlük onlardaydı. İndi ona baxmayaraq bizim əməliyyat tavrı olaraq üzərimizə qoyulmuş bütün tapşırıqları bacarıqla yerinə yetirdik. Texnikanı vuranda ondan çox mən sevindim. Cəmran qardaşımın bir fəaliyyəti var, qorxmadan, çəkinmədən. Nəinki fay kimi oğlan orada çox idi. Fay kimi oğlan orada çox idi. Onun haqqında uşaqlar da gəlib danışırdılar, onun döyüşlərindən, onun fəaliyyətlərindən. Qardaşım mən fəxr edirdim, həmin narahat edim. Aralı oldum, həm narahat edim, mən də fəxr edirdim ki, mənim qardaşımın elə fəaliyyətləri var. Danışanda mən həmişə ona deyirdim, oğul özünü qoru, əsəbləşirdi, acığı tuturdu o söz deyəndə ki, bütün analar deyir o söz işlədir, amma o söz deməyin. Mən qoruyum özümü, o birisi qorusun, bu birisi qorusun və vətəni sizi kim qorusun? Qismət nədir odur? Ayın 8-i günü danışdıq. Su qovuşandı. Bugünkü günü həyatda yoxdur insan. Şəhadəti mübarək. Qardaşıma da Allah təala səbir versin. Nəinki qardaşıma, bütün şəhid analarına, atalarına, elimizə, obamıza fəxrimiz olmalar. Onlar qarşısında mən baş əyirəm şəxsən. Bizim üçün təbii ki, çətin oldu, amma bugünkü gün biz fəxr edirik, şərəfli bir yolda olduq. Allah şəhidlərimizə rəhmət eləsin. Təbii ki, bizim şəhidlərimizin qanı bahasındadır. Çünki Faiq kimi oğullarımız şəhid oldu. Biz həmişə onlarla fəxr edirik, onların valideynlərin qarşısında baş əyirik. Faiq kəndimizə girəndə, asfaltdan gəlib şu kəndə girəndə, istəyir ağsaqqalı, istəyir qara saqqalı, kimliyi nasıl olmayaraq Faiq onların əllərindən tutur. Əgər sumkalısa, sumkalarından tuturdu. Hər tərəfli köməkliyi edibdi. Hamı bir nəfər kimi, bizim kəndimizdə hamı bir nəfər kimi deyə bilər ki, Faiq necə insan olub, nə tər insan olub. Qəni də yerinə Allah cənnət deyiləsin. Düzdür, ağırdır bizim üçün, amma bir tərəfində fəxr edirəm ki, qardaşımız da belə uzaldı. Heç bir tapşırıqdan yayınmadı, qaçmadı. Döyüş yoldaşlarımızdan çiyin-çiyinə, gecəyə gündüzə qatıb, düşmən üzərinə dik yeridi. Allah bütün şəhid analarına səbir versin. Düzdür, onları yola saldıq müharibəyə. Özləri qayıtmasa da torpaqlarımız qayıtdı. Buna da şükür. Buna da şükür. Vətən sağ olsun, prezidentimiz sağ olsun. Allah yerdə qalan əskərlərimizə, balalarımıza dəyməsin. Biz 24 il ərzində ala bilmədiyimiz torpaqları İlham Əliyevin səbəbinə və bizim güclü ordumuzun səbəbinə, şəhidlərimizin, qazılarımız səbəbinə bu torpaqlarımız alındı.
Mən fəxr edirəm ki, nəinki Faiq, belə oğlanlarımız var. Həmən müddətdən mənim 3 oğlum hərbi xidmətdə idi. Biri Füzulidə idi, kəşfiyyat bölgəsində idi. 2 qardaş da burada su qovşanda idi. Yəni mən fəxr edirəm ki, mənim belə evladlarım var. Nəinki mənim öz balalarımla, bütün Azərbaycan evladlarına fəxr edirəm. O şəhidlər hesabına bizim torpaqlarımız alınıb, bayraqlarımız taxılıb. Vətən də şəhidsiz torpaq mümkün deyil. Allahın bu gününə çox şükür, şəhid verdisə də torpağımız azad oldu. Mən öz evladlarımdan fəxr edirəm ki, belə evladlarım var.